Salam, hər vaxtınız xeyir olsun əziz dostlar, hər birinizi salamlayıram. Bugünkü bizim dərsimiz Hyper-V-yə aid olacaq. Hipervizasiya. Çoxlarınız yəqin Hyper-V-ni eşitmisiniz. Nə cür istifadə edilir? Deməli, Hyper-V Microsoftun virtualizasiya platformasından biridir və Windows serverlərdə, yəni üzərində virtual maşın yaratmağa imkan verir. Özəllikləri barəsində mən danışmaq istəyirəm, faydalı ayarları. Checkpoint var, snapshot sistemləri, backup kimi. Dinamik memory, RAM-ları avtomatik bölür və integration services performansı artırır. Minimal tələbləri CPU virtualization support Intel VT AMD V-ni dəstəkləməlidir. RAM minimal 4, amma məsləhətcə 8-dən yuxarı olmağı daha məsləhətdir və BIOS-da virtualization enabled olmalıdır. Nə üçün istifadə edilir Hyper-V? Test mühitləri yaratmaq, server valvları, Active Directory, DNS-dir, DHCP-dir, pentesterlər üçün IT praktika və birdən çox OS-i eyni anda işlətmək üçündür. Və bəzən soruşurlar ki, Hyper-V ilə VMware fərqi. Hyper-V-də Windows kernel-dur onun nüvəsi. Məsəl üçün, burada bizdə 2 dənə virtual maşınımız var, A və B. Deməli, bir əməliyyat sistemimiz var, fərqi yoxdur. Windows-dur, Linux-dur, FreeBSD-dir, Red Hat-dır, Ubuntu-dur. Konteyner Docker'lərdir, Windows kernel və application. Amma VMware-də gördüyünüz kimi kernel və application artıq orada konteynerdə qaldırmaq da mümkün deyil. Hyper-V-ni 2 cür deməli, aktiv eləmək üçün ilk növbədə Windows-a daxil olaraq Turn on Features on Off var. Bura daxil olduqda, mən artıq aktiv eləmişəm. Hyper-V-yə siz burada işarəsi OK edirsiniz. Windows Features yeniləndən sonra restart verirsiniz və aktiv olur. İndi giririk. Pusuqda Hyper-V Manager. Gəlin bunu biz desktop'a ataq. Hyper-V Manager daxil olduqda gördüyünüz kimi burada bizim bir dənə göstərir bizim device'ımızı, yəni kompüterimizi. Burada Quick Create-ə girə bilərik, New-ya da girə bilərik. Görürsünüz, burada virtual maşın, hard disk və floppy disk. Yəni virtual maşını seçək. Deməli, burada Next-i vururuq. Adını da yazırıq SRV-test, yəni test üzərində. Generation 1 və Generation. Gördüyünüz kimi ZISPAR Generation 3264 BC dəstəkləyir və UEFI Based üzərində. Yəni Next-imizi saxlayırıq. RAM burada 4-dür. İndi düzdür, bu virtualdır. Görürsünüz, Use Dynamic Memory is a Virtual Machine. Next-i varaq, buradan bizdən default switch-i seçirik. Yəni şəbəkə üçün. Siz burada özünüzdə virtual switch managerdən girib IP-ni falan özünüzdə, nick-i özünüzdə əlavə edə bilərsiniz. Next-i vurdığımızda, deməli bizdə artıq gördüyünüz kimi VHD-ni, yəni özü virtual disk yaradır. Burada siz yaddaşı özünüzdə verə bilərsiniz. Görürsünüz, minimal 127 GB, maksimum 64 TB-dir. Yəni tamam, verək 127 verməyək, verək 90 GB məsəl üçün. Next-i vurduqda Install Operation System Later. Buradan biz ISO-muzu da seçə bilərik. Bizim ISO-larımız deməli Windows serverimiz buradadır. Next-i vurduqda Finish-i vururuq. Aha, bizim serverimiz artıq virtual maşınımız yarandı. Üstünə vururuq Connect. Gördüyünüz kimi belə balaca pəncərə açıldı və Start-ı vurduğumuzda biz bunu yəni sifrədən install edirik. Görürsünüz, Hyper eyni görürsünüz, RDS kimi interfeysi var, server test. O desktop mənim kompüterimin adıdır. Yəni sizə göstərim. CMD-yə daxil oluruq. Host name. Gördüyünüz kimi desktop, yəni bu o deməkdir. Tamam, yenə də standart qaydada install now edirik. UTP üzərindən gedir. Data Center desktop'ımızı seçirik. Deməli, Custom, Next. Tamam, bu yüklənəcəm. Görürsünüz, burada time'ı da gedir, nə qədər memory işlədir. Görürsünüz, burada balaca hətta ekranda da göstərir ki, buradan baxa bilərsiniz ki, görüm orada nə gedir. Memory-yə, yəni bizə startup memory 4 GB-dır, minimum memory 512, maksimum memory. Burada yəni nə qədər istifadə olunur, onu görə bilirsiniz. Networking də bildiyimiz kimi. Görürsünüz, MAC adresimiz var, düz IP-lə almayıb deyə. Siz buradan onu stop da edə bilərsiniz, remove da edə bilərsiniz. Görürsünüz, burada bütün funksiyalar var.
Yəni restart falan, 5 məkan, CPU usage nə qədər istifadə olunur görürsünüz, checkpoint falan. Yəni Hyper-V'nin belə özəllikləri var. İndi isə bu gedənə qədər gəlin biz virtual maşınımızı açaq. Bizdə burada 2 dənə domain kontrollerimiz var. Deməli, gəlin elə standart olanımızı açaq. Tamam. Baxaq görək. Burada bəli gördüyünüz kimi iş gedir. Restart veririk gözləməmək üçün. Hyper-V'də artıq yaradıldı. Bir dənə standart administrativ şifrə təyin edirəm. Deməli, baxım o. Tamam, bu bizə standart desktopun resolution'una, yəni bu arada VMware kimi orada biz girirdik, tools yazırdıq ekran böyüməsi üçün. Yəni burada full screen yox, hələ 1366 saxlayaq, connect edək. Bu özünə gəlsin. Tamam, bu bizim VMware'imizdir. Deməli, VMware'imizi açırıq. Deməli, bu da bizim Hyper-V'imizdir. Hyper-V açılana qədər. Burada da onu quraşdırmaq üçün bu özünə gəlsin. Birinci bir dənə IP-lərinə baxaq. Görək nədir, nədir. Monitoringdən baxaq. Deməli, IP aldı. Gördüyünüz kimi 172 ilə alıb. Add roles and features. Next, next, next. Hyper-V. Add features. The processor download virtualization capacity. Çünki mən bu VMware-da deməli, məsələ nədir yoldaşlar? Mən bunu quranda, baxın. Bunu bir dənə söndürək, bircə dəqiqəlik bir şey göz. Çox ki, mənim kompüterim onu dəstəkləməyəcək. Deməli, burada Home tabda burada girəndə Edit Virtual Settings, bayağı mən sizə demişdim ha, prosesorlarda. Görürsünüz, Intel verdi. Gəlin bunu aktiv edək, görək aktiv olunacaq. Virtualizasiya. Run edək təzədən bunu. Deməli, bizim Windows serverimiz Hyper-V'də quruldu. Bəli, gördüyünüz kimi problemsiz, errorsuz. ipconfig 172 ilə alıb. Tamam, çox gözəl. Bunu saxlayırıq burada. Görək. Bizim dizimiz. Aha, gördüyünüz kimi bax ölüm ekranı verir. Çünki VMware içində hər kompüter onu dəstəkləmir. Ona görə də ikisinin bir yerdə biraz məsləhət görülmür. Windows 11'də. Windows Server DC.
Yəni belə bir variant da var. Hyper-V-də də var. Deməli, görək, enable edəcək. Görürsünüz? Not supported. Mənim yəni öz Asus'um onu dəstəkləmir. Ona görə də ADC-ni yaratmağımız daha məhz. Amma burada görürsünüz rahat şeydir. Burada artıq bizim deməli server menecimizi daxil ola bilirik. Yəni bildiyiniz qədər, yəni bax görürsünüz VMware-də biz qaldırdıq domain kontrol. Burada da bax görürsünüz eyni şeydir. Sadəcə biraz interfeys cəhətdən fərqlidir. Add roles, domain controller falan. Artıq RAM-ımız görürsünüz. Mənim öz kontumda artıq başladı. Çox işləmir. Gördüyünüz kimidir. Məsələn 100% işləyir. Görürsüz, bir dənə VMware, bir dənə Hyper-V qaldırmışam. 16 RAM-dan 8-ini istifadə edir. CPU da gördüyünüz kimi artıq çox gedir. VMware Network Adapter da var, VMNet-imiz də var bizim. Yəni dostlar, məndən məsləhət, yəni praktikada çalışın Hyper-V-ni ayrıca istifadə edin. VMware ayrıca istifadə. Çünki elə adam var, Hyper-V-də server qaldırır. VMware-ə qoşulmaq üçün belə də remote da siz qoşula bilərsiniz. Connect edib də qoşula bilərsiniz. Sadəcə ADC-ni eləmək daha məsləhətdir. Ki, can rahatçılıq olsun, həm kompüterə güc düşməsin. Həm də artıq CPU performans özünü göstərə bilsin ki, bəli, mən məsəl üçün podkastlara çatda bilirəm bunu. Yəni clockwork-larım düzgün işləyir mənim. Bugünlük bu qədər dostlar. Yəni Hyper-V-də biz getdik Hyper-V Manager-dən, Features-dan Hyper-V-ni enable elədik, atdıq desktop-a. Burada artıq biz connect edə bilərik. Connect to server. Siz bura VMware-də olan IP-ni də yazıb qoşula bilərsiniz. Düzdür, indi bizdə bu tam elə hazır deyil deyə. Yəni burada orada qoşula bilərsiniz. Amma ADC-ni açmaq məncə daha rahatdır. Məsələn, burada sizin bir domain kontrolleriniz var, özünüz üçün lab qaldırmısınız və yaxud da burada Linux var. VMware-də də məsələn 2 dənə domain kontrol qaldırmışıq ki, bir-birinin hansı replikasiyanı görsünlər. Disaster recovery, backup-ı da miqrasiyası da falandır deyə. Yəni rahatçılıq olması üçün deyə. Bugünlük bu qədər dostlar. Gələn dərslərdə görüşmək ümidi ilə sağ olun.